Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Xoşqədəm Hidayət qızı doğum günün qeyd edib. Onun yaxın dostları və həyat yoldaşı Doğuş onu doğum günündə təbrik edib. Həmin foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Güllü, çiçəkli uşaqlarıq biz. Hədiyələrimizi də aldıq, gedirik. Mutlu yıllar sana. Bugün ana kraliçenin doğum günüdür. Mutlu yıllar sana. Happy birthday. Anneciğim. Sağ olasın. Sağ olasın. Beni çok duygulandırdınız. Deməli, dəyişmir də. Mənim əzizlərim, mənim ən gözəl anımda da, ən kədərli anımda da, yanımda olanlarım, nə yaxşı ki varsınız. Sizi sevirik. Təşəkkür Biz sizi edirəm. sevirik. Mən də sizi sevirəm. Yaxşı ki varsınız. Siz olmasaz, heç nəyin öhdəsindən gəlmək olmur. Düzdür Doğuş? Düzdür. Sağ olun dostlar, teşekkür ederim. Sağ olun. Bugün için minnettarım. Sağ ol. Beni sevindirdiniz, gözyaşlarımı sildiniz. Yani mükemmelsiniz. Yaş oldu 25 aydı maşallah. Maşallah. Çok sağ ol Doğuş. 25. Yaşlanırıq. Bu artıq mənim əllərim dəydikdən sonra Mətişimin mənə göndərdiyi çiçəklərin son halıdır. Kişmiş də sevib çiçəkləri gördüyünüz kimi. Kişmiş də sevib çiçəkləri, hə? Kişmişim də sevib çiçəkləri gördüyünüz kimi. Möhtəşəm Mətişim, təşəkkür edirəm canım. Sən ürəksən, sən mənim canımsan. Bir insan bu qədər, bir insanın sevdiyi rəngləri, ağlından keçirdikləri, arzularını, istəklərini bu qədər bilə bilərmi? Bilə bilər. Bunun üçün doğma olmaq lazım deyil. Bunun üçün bir-biri hiss etmək, sevmək, mənfəətsiz bağlılıq. Mən səni sevirəm, mətanət günüm. Hər şey üçün təşəkkür edirəm.